Hamıza salam dostlar. Bugün sizinle video çekeceğim. Dostlar deyirsiniz ki niye bir ay 5 aydır video çekmiyorum. Dostlar bugün videolar gelecek ama söz vereceğim. Niye video gelmiyor? Dostlar məktəb var. Ondan sonra başka ne var? Ben işlerim çıxır, derslerim var ve yani kendi gelemiyor. Yay tatil olsun. O kadar güzel videolar gelecek ki. Yani Məhlədə gezdim, qonağa getdim. Ondan sonra özümə nənəmgil, yəni nənəmgil də çəkirəm də. Nənəmgil nə vaxt bizə gəlsin? Nənəmgil nə vaxt bizə gəlsin? O vaxt video çəkəcəm. Anamdan icazə almışam. Anam mənə telefona kompüterlə sıçan bağlayacaq. Belki gösterdim. Başka vaxt belki gösterdim. Görmüşəm, dostumda var. Dostumda oynadım, bir pox bəcərəmədim. Yəni onunla video paylaşamıram. Onların gəlməsini gözləyirəm. Eve gedim, sipariş edəcəm, gəlməsini gözləyəcəm. Gəldiyi an burada gətirəcəm. Burada gətirəcəm də gözünüzün qarşısında boşacağım. Babamın telefonundan oynayacağım. Girəcəm Minecraft oynayacağım. Bakın size söz verirəm. Əgər bax bilmirəm olacaqmı? Yəni əmin deyiləm. Olacaqmı? Yəni eləyənməsəm bilmirəm. Bəziləriniz deyəcək ki, eləyənməzsən, ona nə varsız sizə. Varsız deməyin, ortayıq. Aylıq maaş 100'dür. 100 manatdır. Gelme gizlenmişim. Ondan şey oldu. Bacım yoktu. Ya bugün gelecekler. Ya ya da hiç gelmeyecekler. Söz deyişəm. Yani video gelmezse abonelikten çıkmayın. Bilin ki ya işim ya da məktəb var. Sabah gedirəm. Yani bugün çoklu video atmaya çalışacağım. Yani bu açıklama videosu olacak. Yani açıklama olacak. Eğer beceremezsem başka hem bu kadar. Yani niye video gelmir diye sizse dostlar var da bu arkadaki şey kısırdı yanlış anlasam. Bu kadar. Görüşene dek.